Hindistan ordusu və Cammu-Kəşmir bölgəsindəki sərhəd bölmələri Rusiyanın İqla-S portativ zenit raket komplekslərinin yeni partiyasını alıb. Bu, Pakistanla gərginliyin artması fonunda hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün edilib. Oxaz India Today qəzetinə istinadən xəbər verir ki, silahların təhvil verilməsi 120 PZ-RK və 400 raketin tədarükü üzrə 300 milyon dollarlıq müqavilə çərçivəsində həyata keçirilib. Bu müqavilə 2023-cü ilin aprelində Rusiya silah ixracatı və Hindistanın Müdafiə Nazirliyi tərəfindən imzalanıb. İlk partiya, yəni 24 atıcı qurğu və 100 raket artıq bir il əvvəl 2024-cü ilin aprelində təhvil verilib. Yeni tədarüklərlə yanaşı Hindistan ordusu sürətləndirilmiş qaydada əlavə 48 atıcı qurğu və təxminən 40 raket alınması üçün tender elan edib.